Bu həyatda ümumiyyətlə insana sizcə İlham müəllim necə düşünür? Huzur verən nədir? Huzur nədədir? Sizcə? Çünki müəyyən bir yaşdan sonra siz də yəqin ki, mənimlə razılaşarsınız ki, insan huzur axtarır həyatda. Bəli, bəli. Hər şeyin boş olduğunu, mənasız olduğunu bir çox şeylərin anlayırsan, yəni biz yaşımızın müəyyən vaxtında bir çox şeylərin arxasınca qaçırıq, ona çatmağa çalışırıq və onları əldə edirik və sonra baxırıq ki, diqqət edirik ki, o şeylər üçün bu qədər çaba göstərməyinə, bu qədər əziyyət çəkməyinə bəlkə də dəyməzdi. Bəli. İnsana yeganə qalan bu dünyada bəlkə də huzurdur. Amma huzuru nədə tapa bilirik? Əsas önəmli məsələ budur. Sizcə? Mənim aləmimdə, mənim fikrimcə insanın huzur axtarması və yaxud da insanın sakitlik, bütün o necə deyim, lazımsız problemlərdən azad olması, mənim aləmimdə mənə görə, bu yalnız mənə görə belədir, çox keyfiyyətli, lazım olan mütaliə eləmək lazımdır. Lazım olan şeyləri oxumaq lazımdır ki, o mütaliəni eləyən zaman o qədər suallara cavab tapırsan ki, bəzən belə Robinson Crusoe kimi xəyallarında adada hiss eləyirsən ki, mən adada olardım, bir huzur bəlkə də bir huzur tapardım. Amma o adam da adaya gedir, o huzuru tapa bilmir. Heç rahatlıq tapmır, heç huzur tapmır, heç yəni insanların arasında kütlənin arasında adam var tənhadır.